Qadın 2 ay ailə qurur. Ailəsi 2 aydan sonra dağılır. 2 aydan sonra gəlir, hamilə bətnində bir uşaqla, qaynı onu gətirir, avtovazaldan yola salır. Və qadın gəlir, bir oğlan uşağı dünyaya gətirir. Qadın komaya düşür, övladını xəstəxanada qoyur. Təkrar bir aydan sonra xəstəxanaya ayılıb gəldiyi zaman uşağın öldü deyirlər. 2001-ci ildə anamızın yaşadığı ünvana bir insan gəlir. Bir oğlan əlində bu xanımın şəkli gəlir. Mən anamı axtarıram deyir və yoxa çıxır sonra. Adın Talih qoyurlar. Oğlum ölüb, onu heç kəs bilmirdi. Qardaşlardan biri Gürcüstandadır, digəri isə Volqaqraddadır. O Volqaqradda olanı axtarır. Sən 4 yaşında olanda. Qarışım, bilirəm ki, bildim ki, qarışım var. Üzü həyatımda qaldı, yəni görmüşəm. 4 yaşın oldu da onda. Mənə soyuq davranır, yəni bacıma görə, bacım imkan verir. Səxavət öz qardaşı Əhmədov, Məhəmməd Eldaroğlunu axtarır. Xoş gördük hər birinizi, xoş gəldiniz. Dünən bizimlə səndə müzakirə elədiyimiz çox məqamlar var idi. Dünən bizim studiyamıza müraciət edən bu xanımla bağlı, övladı ilə bağlı, oğlu ilə bağlı, 42 il bundan qabaq itirdiyi və heç vaxt üzünü görmədiyi oğlu ilə bağlı bəzi açıqlamalar verdi. Burada, bu studiyada. Dünəndən bugünə qədər əməkdaşlarımız böyük bir araşdırma apardı və bu araşdırmanı nəticələndirdi artıq. Yekunlaşdı araşdırmamız. Bugün bu haqda danışacağıq. Siz dünən gəldiniz, müraciət etdiniz, bizə adlar çəkdiniz burada və biz bu adların ardıca araşdırmamızı apardıq və nəticə var. Nəticə var, burada elan olunacaq. Bir məşhurun yaxınları ortaya çıxdı. Yeni qohumlar nə iddia edirlər? İllərlə gizli qalan hansı sirrin üstü açılacaq? Tanınmış şəxsin bu məsələyə münasibəti bizimlə səndə. Mən istəyirəm ekspertlərimizi təqdim edeyim sizə əziz tamaşaçılar. Bir də siz gəldiniz, sizə bugün cavablarımız olacaq, biləsiniz. 3 cütlüyümüz var burada, bu 3 cütlüyə bizim cavabımız olacaq. Doktorumuz gələcək birazdan, sizə nə cavab verəcək bunu biləcəksiniz. İtkinləri ilə bağlı müraciət edən insanlarımız var, onları dinləyəcəyik və eyni zamanda Qazaxıstandan Azərbaycana gələnimiz var. Qazaxıstandan məhz bu proqram üçün, bu proqrama görə Azərbaycana gələnimiz var. Birazdan təqdim eləyəcəyik sizə. Odur ki, diqqətiniz bizdə olsun və bir də məşhurun atasına iddialı çıxanlar nəhayət ki, gəldilər. Burada olacaqlar birazdan. Bir məşhurun yaxınları ortaya çıxdı. Yeni qohumlar nə iddia edirlər? İllərlə gizli qalan hansı sirrin üstü açılacaq? Tanınmış şəxsin bu məsələyə münasibəti bizimlə səndə. Dillər xanım, ekspertlərimizi təqdim edeyim, daha sonra davam eləyəcəyik sizlə. Gəldiniz dünən, müraciət etdiniz, daha doğrusu sırağa gün müraciət etmişdiniz. Sırağa gün bir balaca danışdıq, dünən gəldik o birisi məsələnin üstünə, gəldik o yerə qədər çatdıq ki, siz artıq adları belə bəyan etdiniz burada və bu demək olar ki, çox böyük bir səs-küyə səbəb oldu, sözün açığı. Bəli, çox böyük bir səs-küyə səbəb oldu. Hani biz sizdən... Mən sadəcə olaraq bilmirdim ki, siz bu qədərini bilirsiniz. Siz bu qədər izə düşdüyünüzü hesab edirsiniz. Araşdırmalarımızı apardıq. Xanım söylüyordu ki, 42 il bundan öncə o, bətnində övladı olanda onu gətirdilər, avtovazaldan yola saldılar, çıxdı, gəldi. Xanım sonra gəldi, başqa bir yerdə övladını dünyaya gətirdi. Daha sonra ona imtina ərizəsi yazdırdılar. Ondan sonra xanım geri qayıdır, uşağını görmür və bundan sonra üstündən 26 il keçəndən sonra gəlir bunun qapısını bir oğlan döyür, adım Talihdir deyir, mən onun oğluyam deyir, 5 gün arda gəlir, daha sonra yoxa çıxır və sonra qadın üstündən 16 ildə keçəndən sonra, yəni 42 ildən sonra gəlir araşdırma aparır, Talih adlı bir nəfəri tapır və düşünür ki, bu onun oğludur və qızı ilə bərabər gəlir və qızı deyir ki, bəli, bu oğlandır deyir. Burada bir qaranlıq var. Ya sizi aldadıb qəsdən yanlış yerə yönləndiriblər,
Sizə düşmən olan insanlar və yaxud da peşində olduğunuz insanlara düşmən olan insanlar. Qadın 2 ay ailə qurur. Ailəsi 2 aydan sonra dağılır. 2 aydan sonra gəlir hamilə bətnində bir uşaqla. Qaynı onu gətirir avtovağzaldan yola salır. Və qadın gəlir bir oğlan uşağı dünyaya gətirir. Qadın komaya düşür, övladını xəstəxanada qoyur. Təkrar 1 aydan sonra xəstəxanaya ayılıb gəldiyi zaman uşağın öldü deyirlər. 2001-ci ildə anamızın yaşadığı ünvana bir insan gəlir. Bir oğlan əlində bu xanımın şəkli gəlir. Mən anamı axtarıram deyir və yoxa çıxır sonra. Adım Talih qoydular. Oğlum ölüb, onu heç kəs bilmirdi. Hazırda anonsları görürsünüz. Mən ekspertlərimizi təqdim edim. Logos Psixoloji və İnkişafı Mərkəzinin psixoloqu Məleykə İsmailova, xoş gəldiniz. Yazıcı dramaturq Elnura Ayxan, xoş gəldiniz. Həkim nevropatoloq Nailə Ələkbərova, xoş gəlmisiniz. Respublikanın əməkdar artisti Bakı Bələdiyyə Teatrının aktrisası Hüsniyə Mürvətova, xoş gəldiniz. Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmailova, xoş gəldiniz. Və hüquqşünasımız Tağı Hüseynov, xoş gəldiniz. Bir də ayrıca olaraq onu söyleyeyim ki, Tağı müəllimin nömrələrini də artıq ekranlarınızda görürsünüz. Yəni, hüquqi məsələlərinizlə, mülki məsələlərinizlə bağlı müraciət etmək istəyənlər müraciət eləyə bilərlər. Tağı müəllim öz öhdəsinə götürüb bu məsələlərdə bacardığı qədər yardımcı olacaq. Və bir də bizim nömrələrimizi ekranlarınızda görürsünüz. Taleyinizdə baş verənlərlə bağlı, maraqlı taleyinizlə bağlı nə varsa hamısını bizə yaza bilərsiniz. Və biz də bunun araşdırmasını aparıb sizinlə bərabər olacağıq. Qardaşlardan biri Gürcüstandadır, digəri isə Volqaqraddadır. O Volqaqradda olanı axtarır. Sən 4 yaşında olanda... Qardaşım, bildim ki, qardaşım var. Üzü xəyalımda qaldı, yəni görmüşəm. 4 yaşın oldu da onda. Mənə soyuq davranır, yəni bacıma görə, bacım imkan verir. Səxavət öz qardaşı Əhmədov, Məhəmməd Eldaroğlunu axtarır. Deməli, Nailə xanım, bayaq nəsə fikir söylürdünüz ana ilə bağlı. Siz dünən çox ətraflı məlumat verdiniz, yəni qadının söylədiklərini, amma sonradan başqa məlumatlar da çıxdı ortaya. Hətta burada Rafiq müəllim də, psixoloqumuz, xanım başqa məlumatlar da verdi, ad çəkdi. Daha sonra biz özümüz də ola bilər ki, yanlış fikirləşə bilərik nəysə burada. Çünki xanımın verdiyi məlumatlardan çox şey asılıdır ki, o insan kim olub, nə üçün gəlibdir, bəlkə doğrudan da düşmənçiliklə gəlibdir və yaxud da kimsə göndərib onu. Yəni ona görə çox maraqlıdır. Həqiqətən də bu sonluğu. Biz araşdırdıq. Araşdırmanı təqdim edirəm sizə. Demək, sizin dediyiniz Talih bəy, siz özünüz uşağı neçənci ildə dünyaya gətirmişsiniz? Mikrofona zəhmət olmasa. 75-ci. 1975-ci ildə. 74-75-ci illər idi. 74-75-ci illərdə. Harda dünyaya gətirmişsiniz? Əzizbəy Bağçasında. Bakıda, Əzizbəy adına xəstəxanada. Basin küçəsində. Və oğlunuz hansı ayda dünyaya gəldi? Martın 21 axşam getdim Banisiyyə. 12-dən sonra 22 sənə keçdi. Yazdılar 22 sənə divara vurmuşlar. Martın 22-sinə. Qardaşım dedi ki, divara vurmuşlar. Martın 22-sinə. Oğlunuzun doğum haqqında şəhadətnaməsi var mıydı? Bilmirəm. Bilmirsiniz. Yox. Oğlunuzdan niyə imtina ərizəsi yazdınız? Onlar yazdılar, qlavraş yazdı. Həkim yazdırdı sizə. Dedi ki, yox, dedim ki, yox, dedi sən uşağı qoy get sağal gəl, dedi, bəs biz səni müalicə göndərək, sağal gəl, sonra gəl uşağı götürərsən, ancaq kağız yaz qoy. Aydındır. Sizə Talih, sizin oğlunuzdur. Filən yerdə işləyir deyən insan kimdir? Xuraman. Xuraman kimdir? Qonşunuzdur. Qonşunuz neçə illərdir sizdən bərabər yaşayır? Çoxdandır. Çoxdandır. Niyə məhz Talihi sizin oğlunuz? Xuraman özü hansı rayonumuzdandır? Gürcüstandan. Gürcüstandandır. Niyə məhz həmin Talihi sizin oğlunuz kimi istiqamət verib sizə, qələmə verib? Bilmirəm, bir şəkil çıxartdı. Balaca bir şəkil. Aha. Hə, dedi ki, şeydir. Buyurun. Xanıma mən sual, xanım indi tək yaşayır. Xeyr, qızı var. Yəni ola bilərmi ki, xanımın evindən, eşiyindən, mülkündən kimsə istifadə eləmək üçün onu desin? Yəni ona sahib olmaq üçün. Yox, mən məsələni ora gətirəcəm. Sadəcə olaraq sizin qızınız Talihi gördüm deyəndə neçə yaşı var idi? 15. 15 yaşı var idi. Üstündən 16 il keçir.
16 ildə bu talih də nə qədər dəyişilir, deyilmi? Hə, bilirəm. Və sizin qızınız da deyirsiniz ki, təxminən yadındaydı ki, belə bir oğlan gəlmişdi. Hə, elə bəli. Deyilmi? Uşaq olub da. Uşaq olub. Hətta bir dəfə burada dünənlərim özünüz söylədiniz ki, o uşaq idi, o hələ bir o qədər yadında qalmayıbdı. bilirəm. Bəs necə olur ki, 16 ildən sonra siz talihin işlədiyi restorana gedirsiniz və həmin restoranda sizin qızınız apaydın deyir ki, bəli, bu o talihdir. Yox, başqa qadın dedim axı onu. Hansı Qızım qadın? Yox, bir başqa qadın məmrəcə ki, dedi. Kim? O qadının adını çəkə bilərsiniz? Səadət. Səadət. Bəli. Kimdir bu Səadət? O güya o həmin o qala restoranında işləyirdi. Aha, aydındır, aydındır. Səadət həmin restoranda çalışırmı? Bəli, yox, indi yox. İndi çalışmır. Çoxdan çıxıb. Nə zaman çıxıbdı Bir 2 il Səadət? bundan qabaq. 2 il bundan qabaq çıxıb. O Aydındır. söhbət bana deyildi. Aydındır. Dedi, Artıq bəllidir. mən Artıq də harda bəllidir hər tarih şey. adı gedirdim o restorana, o kafaya. Buyurun. Xanım deyir ki, orada imtina ərizəsi yazıbdı. O imtina ərizəsini nə vaxt yazıbdı? Doğulanın 42 bundan qabaq. Yox, doğulanda yazıb. Amma Bəli. xanım komaya düşmüşdü axı. Yox, məni orada müalicə elədilər 15 gün. Yox, Biraz yox. müalicə elədilər Mən məni. talih ilə bağlı məsələni aydınlaşdırdım artıq. Bu Səadət deyirsiniz ki, qala restoranda O işləyirdi. yazıq deyir belə deyir də nə bilim. Hə. Nə işləyirdi orada? Mən afisant işləyirdim, qavyan işləyirdim. Qabiyan işləyirdi. Cavan. Aydındır. Səadət, yox, yox. Bəli. Səadət hardan idi özü? Elə bir dəmiyorum gözündə olam, Yox, gözündə yox. olur. Hansı bölgəmizdən idi? Bax, bilmirəm. Bilmirsiniz. Qubadır, Quşardı bilmirəm. Aydındır. Səadət sizi hardan tanıyır? Elə belə bir bəhlə də, bir elə şeydir də belə. Mənim məntiqim nə deyir? Demək, Pasyolkadır. gördüyümüz və axtardığımız xanımın dediyi bu talihi biz axtardıq, araşdırdıq, tapdıq. Daha doğrusu özlərindən bir zəng gəldi ki, talih bizik. Talih 1972-ci ildə Şuşa şəhərində anadan olub. Fevralda. Atası da var, anası da var. Rəsmən. Bu da doğum haqqında şəhadətnaməsi. 2. Əgər Səadət həmin restoranda çalışıb, dediniz ki, Xuraman başqa şey demişdi, amma Səadət deyib. Demək ki, Səadət onun çalışdığı restorandan çıxdığına görə acıq çıxmaqdan ötürü mənim məntiqim budur. Xanıma söylüyor ki, bəli, sənin oğlun odur, yönləndirir ora, öz qisasını, öz acığını, öz hikkəsini bu vasitə ilə çıxır. Məntiq bəlli artıq. Sizin axtardığınız və sizə deyilən talih bu talih deyil. Yəni, bunu tam əminliklə, hər tərəfli araşdırdıq. Yəni, rahat olun bu baxımdan. Demək ki, mən ayıb olsun o insanlara deyirəm ki, bir ananın, bir övlad acısı ilə yaşayan ananın hissləri ilə, heysiyyatı ilə oynayıb da həm talihləri bu qədər narahat eləyiblər öz hikkəsinə görə, həm də bir ananın hissi ilə oynayıb o qadın. Ayıb olsun. Ayıb olsun, yəni bu qədər. Bir məşhurun yaxınları ortaya çıxdı. Yeni qohumlar nə iddia edirlər? İllərlə gizli qalan hansı sirrin üstü açılacaq? Tanınmış şəxsin bu məsələyə münasibəti bizimlə səndə. Nailə xanım, deyəcəyiniz mi var? Buyurun. Sual soruşmaq Buyurun. istirdim anadan. Siz o vaxt xəstəxanada olanda, yəni dediyinizə görə komaya düşmüsünüz. Komaya düşmək çox ciddi bir şeydir. Yəni huşunu itirmək. Sualına cavab verək. Yəni xəstəxana şəraitində müalicə alırdınız o dönəmdə. Və sizdən dediyinizə görə xəstəxanada uşağınızdan daha sonra gəldiyinizdə və yaxud da çıxmağa yaxın, yəni evə yazıldığınız vaxt uşağınızdan imtina edilməsinə dair bir istəkdə bulunub kimsə. Mən Sadəcə burada onu demək istəyirəm ki, xəstəxanalarda bu tibbi sənədləşdirmə işləri olduqca ciddidir. Əgər xəstənin özündə, yəni ananın özünün hər hansı bir belə ciddi bir tibbi durumu varsa, o qərar verəcək durumda deyil demək. Doğru. O zaman yaxınlarına xəbər Doğru. verir. Birinci dərəcəli qohumlarına. Yəni, qadının bu vəziyyətdən istifadə eləyib də onun atdığı imza, hətta belə deyək də... Bax, indi çox sağ olun Nailə xanım, yəni gəldiniz o hissə, mən onu istəyirdim deyim. Yəni, əslinə qalsa, o ayıq başlar, daha doğrusu komada olmasaydı və yaxud da ki, anlatlı vəziyyətdə olsaydı, atdığı imzanı biz qəbul edə bilərdik və mən tövsiyə eləyərdim ki, o adamı axtarma. Yəni, sabah sən ona bildirsən ki, mən sənin ananam, yəni bu artıq cinayət məsuliyyətinə səbəb ola bilərdi. Yox, əgər bu günləri sizin atdığınız imza həqiqətən də siz dediyiniz kimi anlaqsız vəziyyətdə olmuşsunuzsa, artıq o özü etibarsız imzadır. Ona görə də bunun izinə düşmək olar. İndi gələk bunun o birisi tərəfinə. Bir qadın ailə qurur xoşbəxt olmaq üçün. Bir qadın 2 aylıq körpəsi ilə çölə atılır. Bir qadının, həqiqətən də bu qadının faciəsinə baxın.
Və bir qadın həyatda ona arxa duran bütün insanlarını itirir. Anasını itirir, qardaşı ona qahmar çıxmışdı və 25 yaşına böyütdüyü ikinci ailədən olan oğlunu itirir. Allah kimsəyə göstərməsin, çox böyük bir acı, bir övlad acısı. Və bütün bunları bilərək bu qadın ömrünün sonuna qədər nə qədər əziyyətlər çəkibdir. Bu yaşına qədər ticarətlə məşğul olub, alverlə gedib, gəlib, balasını dolandırıb, ailəsini dolandırıb, ömür boyu bir zəhmət, bir kötan kimi. Üzr istəyirəm bu bənzətməmə görə, amma o bir kötan artıq. Və artıq qolları, ayaqları kötanlaşmış bir qadın var qarşımızda. Siz onun hissləri ilə necə oynaya bildiniz? Necə aldada bildiniz? Necə diliniz gəldi ki, öz hikkənizi, hirsinizi çıxmaq üçün bu qadını istifadə etdiniz? Və bu qadını qapılara saldınız. 42 ildir bu qadının gözü yollardadır. Bir talihsiz qadının. Hə, oğlun odur, filan kəsdir. Gəl, talihdən də qisas çıxaq, filan kəsdən də qisas çıxaq deyə. Həm də ki, xanıma çox böyük travmadır bu. Eyni zamanda həm də qadın bundan sonra bunun əziyyətini çəkəcək axı. Niyə görə? Çünki ona deyilibsə ki, sənin oğlun sağdır, artıq o şübhə içində yaşayacaq bundan sonra ki, doğrudan da mənim oğlum yəqin ki, sağdır. Bəlkə də başqa bir ailədədir. Yəni, bilin, bəlkə də başqa bir ailədədir. Bəlkə başqa bir ailədə daha xoşbəxt olub. Hətta dünən o bir kəlmə söz dedi. Buyurun, Məlki xanım. Mən onu əsas vurğulamaq istəyirəm ki, xanım dedi, qonşum Xuraman adlı xanım deyib ki, oğlun filan kəsdir, filan yerdədir, şəklini göstərir. Səadət deyib, Səadət. Səadət, yox, Xuraman da deyib, Səadət də söyləyib dediniz. O Xuraman kimdir? O Xuraman necə ola bilir ki, xanımın xəbəri olmadığı övladı haqqında məlumat əldə harada? Güya ki, bu qadın evdə olmayanda, ticarətlə məşğul olanda, işinin dalınca gedəndə, bir oğlan qapısını döyüb, deyib ki, mən talihəm, mən o xanımın oğluyam, bu da mənim anamın şəkli. Baxın, baxın. Bu qadının rəsmi nigahınız var idi mı ərinizlə? Bəli. Ərinizlə rəsmi nigah pozulmuşdu mu o? O vaxt, tövbəsə, bu ikinci yoluşuna zaqsım olmuşdu. Yəni, ondan silindi nigahınız? Türmədə ola-ola. Ola-ola silindi. Sizin belə pasport şəkliniz var mıydı o evdə? Qonşudan söhbət getmir. Güya 26 ildən sonra bu oğlan anasının pasport şəklini götürür və gəlir bu Xuramanın, bu boyda bir şəklini götürür, gəlir Xuramangilin qapısına. 26 ildən sonra anasını axtaran, 26 il ana acısı ilə yaşayan bir oğul 5 gün yox, 5 il gedər o qapıda yatar ki, gecə anasını görsün. Deyilmi? Məntiqlə. O Xuraman sizi niyə belə aldadıb mən başa düşə bilmirəm. Nə haqla? O Xuramanla, o Səadət də onda iş birliyinə giriblər burada. Yəqin ki, bu xanımı aldatmaq üçün. Yəni, onların bir-birinə əlaqəsi olmasa da, ən azı Səadət də o hikkəsini aydındır. Restoranda çalışıb, 2 ildir ki, restorandan çıxıb. Hə, xanım ora nə zaman gedib? 2 il bundan qabaq gedib. Səadətin çıxdığı vaxtda. 2 il. Məntiq, deyilmi? Elementar məntiqdir. Xanım burada qabüyan işləyib, nə edib, nə etməyib falan filan. Burada artıq bəlkə bir əyrəksiyi olub, adamı işdən çıxardıblar. Yəni, restoranın böyüyü xoşu gəlməyib, çıxardıb, bəlkə bir əksiyi olubdur, bilmirəm, haqqına girmək istəmirəm. Amma bu qadın o restorana nə zaman gedib? 2 il bundan öncə gedib. Hansı ki, Səadətin işdən çıxdığı vaxt. Demək ki, Səadət öz hikkəsini çıxmaq üçün, hə, sən talih axtarırsan, gəl get filənkəsin qapısına əl çəkmə, sənin talihin o talihdir deyib. Bu qədər yanlış yönləndirmək doğru mu sizcə? Nə dərəcədə doğru? Sadəcə insafsızlıq. Doğru. İnsafsızlıqdan başqa bir şey deyil. Qısa anonslarımız var, daha sonra Skype-ımız olacaqdır. Rusiya ilə Skype bağlantımız var. Siz də durmadan zənglərinizi edirsiniz və qapımıza gələnlərimiz var. Doktorumuz da buradadır və bugün bu qapı bir neçə ailənin üzünə açılacaq. İnşallah hamısını bir-bir görəcəksiniz. Qardaşlardan biri Gürcüstandadır, digəri isə Volqaqraddadır. O Volqaqradda olanı axtarır. Sən 4 yaşında olanda... Qardaşım, bildim ki, qardaşım var. Üzü xəyalımda qaldı, yəni görmüşəm. 4 yaşın oldu da onda. Mənə soyuq davranılır, yəni bacıma görə, bacım imkan verir. Səxavət öz qardaşı Əhmədov, Məhəmməd İldaroğlunu axtarır. Alo, axşamınız xeyir olsun. Alo. Alo. Eşidirsiniz məni? Alo. Görüntünü verin göre. Alo, akşamınız hayır olsun. Akşamınız hayır. Alo. Eşidirik sizi. Biz sizi eşidirik. Siz bizi Skype'dan eşideceksiniz. Skype'dan. Alo. Alo, akşamınız hayır olsun.
Axşamınız xeyir. Necəsiniz? Çox sağ olun, siz necəsiniz? Hardan bağlandınız? Biz İngilis şəhərindən. Hardan? İngilis şəhərindən, Saratovski oblast İngilis şəhəri. Saratov, Engels şəhərindən. İngilis şəhəri, bəli. Saratov vilayəti və Engels şəhəri. Nə gözəl, belə bir şəhər mi varmış orada? Ay maşallah. Bəli. Yaxşı elədiniz. Nə işlə məşğul olursunuz Engelsdə? İngilisdə heç evdar xanımlarıq ikimiz də. Siz nə edirsiniz? Ekspertlərinizə salamlayırıq. Çox sağ olun. Biz də heç nə oturmuşuq. İnsanların dərdi ilə, problemi ilə uğraşa-uğraşa gedirik yəni. Söhbət edirik, danışırıq, paylaşırıq, dərdimizi bölüşürük ki, azalsın. Allah sizə uzun ömürlü eləsin inşallah. Sizə can sağlığı versin. Çox sağ olun. Biz sizin verisini izləyirik. Gündəlik. Nə yaxşı. Saratovda hamı izləyir bizim proqramı, yoxsa təkcə siz izləyirsiniz? Bəli. Biz tanıdığımız hamısı. Zaten izləyəcəyiniz başqa bir şey yox bu saatda. Biləsiniz. Xeyr. Sizin verisini izləyirik. Valla. Yanınızdakı kim? Qaynanamdır. Qız bayaqda nə imkan vermirsən arvad ağzını açsın? Ha? Deyəsən səsin alıb otuzdurmusan yanında artıq. Xeyr. Artıq həll eləmirsən məsələləri. Səsini aldın, otuzdurdun artıq. Ha? Buyurun. Bibindir. Xeyr, Zaur oğlum, salam, ay oğlum. Salam anam, salam. Allah sizi var eləsin, ay Zaur. Sizin ümid qapınız uzun ömürlü olsun oğlum. Çox sağ olun. Mən inanmıram, şokdayım, həyəcandayım ki, siz mənə belə tez qəbul edərsiniz. Bizdə belədir də, ildırım sürəti iləndir. Sağ olun, Allah sizin ömürlü olsun. Qulaq asın, siz hansı bölgəmizdənsiniz? Azərbaycanda hardansınız yəni? Hansı bölgə? Azərbaycanın Masallı rayonunun özündənim. Qız Masallı hara, Saratov hara, necə getdiniz, çıxdınız ora? Getdik də indi, azmışıq da Zaur. Olur. Gəlinin səni yaman çox istəyir ha. Bilmirəm, indi BBC sən deyə çox istəyir. Yoxsa qorxur birdən boşatdırarsan deyə çox istəyir. Yoxsa indi nəyinsə bir-iki şeylərin var, ona mı görə çox istəyir? Çox istəyir Zaur, biz mehriban ailəyik, çox mehriban ailəyik. İnanıram. Allah hər zaman mehriban eləsin. Allah hər zaman mehriban eləsin. Yaxşı, nə yaxşı zəhv vurmuşdunuz? Elə başımız qarışdı, oradan-buradan heç bilmədik niyə zəhv vurmuşdunuz. Biz zəng vurmuşuz sizə, bizim Xəlil doktora müraciətimiz var. Mənim gözlərimlə əlaqədar. Mən axır 2-3 ildə vapşem çox pis görürəm Zaur. Ümid qapım ancaq sizi bilmişəm, ancaq... Açın mı bu qapını sizə? Açın mı bu qapını? Açın, ha açaq qapını. Açın ümid qapısını. Açın. Ha açıldı. Baxmayaraq ki siz Saratovdasınız, biz Bakıdayıq amma açdıq qapını. Sağ ol oğlum. Allah həmişə sizin üzünüzə qapılar açsın Zaur. Çox sağ olun, təşəkkür edirəm. Böyük qız olsun. Qız Saratovda nə bitər, nə yaxşı şeyləri var onların orada. Saratovda ərik bitir, çox ərik. Sən də əriyin olmayan vaxtda ağzımızı niyə sulandırırsan? Hə desəm ərik gətirəcək misən? Qurbandır sənə, nə istəsin Zaur? 100 dənə Saratovun əriyi ola, bir dənə Ordubad əriyinə dəyişmərəm onu. Valla, Ordubadın ərikləri olur, ağ əriklər bu boyda. Nə gözəl, nə dadlı, ləzzətli, nə danışırsan. Amma olsa pis olmaz yəni, ərik vaxtı deyil. Yəni, belə bir Saratov əriyinin də dadına baxardıq. Müqayisə eləməkdən ötürü. Öpürəm, bağırma basıram, nə zaman gələ bilirsiniz? Qapılarımız açıldı artıq. Mən nə vaxtı siz deyirsiniz Zaur bəy? Gələn 4-cü gün gəl də. Mən gələn həftə gələ bilərəm. Çünki bilirsiniz, uzaq yoldur. Gələn həftənin 4-cü günü səni gözləyirəm. Oldu, baxın da Zaur. Öpürəm, bağırma basıram. Sən də bir öpüş göndər oradan. Sən də bir öpüş göndər, yanağıma qoyacam. Yanağımı yaxın çək mənim hələ, yaxın çək. Qız düşmədi, bir də elə. Qız bir də elə. Oh, gəldi, yapışdı bax. Təşəkkür edirik. Çox sağ olun. Və mən istəyərdim ki, hal-hazırda elan edim ki, məşhur bir insanın, sənətkarımızın atası ilə bağlı iddiaları olan insanlar artıq studiyamızda. Onlar birazdan burada olacaq. Bir də bir məsələ var. Mən əslində Nailə xanımı həm də buna görə dəvət elədim. Deməli, bir uşaq var. Bu uşaq yuxudan ayılır. Bir loğma yeməyini yeyir.
3 gün yatır. 3 gün bu uşağı durğuza bilmirlər. Daha sonra 3 gündən sonra bir də ayılır, yeməyini yeyir, 3 gün bir də getdi. Çox qəribə bir hal, həqiqətən. Mənim xatirimdədir, burada bir o yatmaqla bağlı problemi olan bir insan var idi. Təəssüflər olsun ki, sonu yaxşı qutarmadı onun. Çox təəssüf, çox təəssüf. İnşallah bu balamızda niyə belədir? Mən söyləmişəm, hətta bugün biz zəng vurduq, onlar dedilər ki, hal-hazırda yatıb durğuza bilmirik. Amma 3 gündən sonra ayılır. Belə bir şey eşitdinizmi siz? Bu dediyimiz yuxu pozulmaları içində ələ alınması gerəkən bir durumdur. Yəni, yuxu pozulmalarının elə insanların əksəriyyətində, məsələn, hamı bilir, yuxusuzluq da 3 gün yatmaz ki. Təbii ki, elə insanlar var ki, əksəriyyətində yuxusuzluq görülür. Bundan başqa ara sıra belə deyək, bizim biyoloji ritmimizdə, beynimizin gündüz oyaq qalıq, gecə yatırıq. Bunların pozulması şəklində özünü göstərir. Amma 3 gün yox da, doktor, 3 gün yox da. 3 gün dediyiniz təbii ki, çoxdur. Bunun altda yatan bəzi metabolik xəstəliklər Mən sadəcə olaraq demişəm ki, sabah nə olur olsun, yuxulu da olsa gətirin adamı. Gətirin görək nə məsələdir. Neçə yaşı var uşağın? Körpəd adam, uşaqdır. Çox uşaqdır, həqiqətən çox ürəyim ağrıdı buna görə. Söylədim ki, gətirsinlər, doktorumuz birazdan gəlir. Bəzilərinizə xoş, bəzilərinizə isə heç də xoş olmayan, amma ümidi kəsilməz xəbərlərimiz var. 3 ailədən söhbət gedir. Və doktorum, Nakif doktor gəlir. Məşhurun yaxınları ortaya çıxdı. Yeni qohumlar nə iddia edirlər? İllərlə gizli qalan hansı sirrin üstü açılacaq? Tanınmış şəxsin bu məsələyə münasibəti bizimlə səndə. Doktor, xoş gəldiniz. Bu ailə Nakif doktorumuzu bir daha salamlayırıq. Leyla Şıxlinskaya'da çalışır və bugün mü oldu ağır əməliyyatımız, bir ağır əməliyyatımız vardı? Dünən oldu. Dünən oldu. Doktor, necə oldu əməliyyatımızın nəticəsi? Düzü, heç istəməzdim buradan səslənim o barədə. Yəni, çox böyük bir anatomik qüsurlu bir xanımıdır. Əməliyyat oldu, düzdür, laparoskopik icra elədi. Çox zor bir şərtlərlə oldu. İnşallah... Doktor demədə... Ana olacaq, inşallah. Olacaq, inşallah. Olacaq? Bəli, ana olacaq. Ürəyimi yedim, bitirdim valla. Həqiqətən ürəyimi yedim, bitirdim. Allah köməyiniz olsun. Yəni, özü mü? Özü ana olacaq, inşallah. Yəni, burada başqa bir yollarımız qalmır. Çox çalışdıq, yəni çox çaba sərf elədik də, yəni sonucda inşallah yaxşı olacaq dedi. Yəni özü də bildi, yoldaşı da bildi. Düzü demək istəməzdim onlara klinikada ki, siz ana valideyn olacaqsınız. Çox həyecanlıydılar. Amma valideyn olacaqlarını bildilər. Yəni biz də bildik. Doktorumuz bir də bu ağır əməliyyatlarınız ki var, qadın xəstəliklərlə bağlı olan əməliyyatlar, bunları icra edər. Kim müraciət edərsə, nə qədər ki bizləndir, nə qədər ki qopmayıb, nə qədər ki əlimizdədir, istifadə eləyək də. Sonra qaçıb gedəcəklər, bunları hardan tapacam mən? Ona görə də yapışırıq yaxalarından yaxşı mənada. Yaxşı mənada. Və doktor, bu 3 ailə sizdən cavab gözləyir. Zar müəllim, birinci hamilə olan cütlükdən başlayaq. Düzü adları yadımda qalmayıb, bağışlasınlar. Hamilə... Turanə xanım. Bəli, Turanə xanım. Müayinə elədi. Turanə xanımda fetoplasentar yetməməzliyi var. Yəni dölün... Hələ bildim mən nə demək. Yəni dölün bəslənməsində problem var. Ana bətnində döl normal bəslənə bilmir. Bir də Turanə xanımda qan xəstəliyi var. Yəni bu talasemi daşıyıcısıdır. Yəni müayinə olundu. Bunu da təsdiqlədik. Bir problemli bir şey deyil. İnşallah ana olacaq. Yəni bunu sezaryen yoluyla uşaq alınacaq. Daşıyıcı olduğu zaman uşağı keçmə ehtimalı? Yəni, əgər atada varsa da uşaqda faiz var. Yəni, tez gəlsəydi, 16-17 həftədə amniyosin tezeli buradan mayı alacaqdıq. Biz onu
DNA analizinə verəcəkdi. Yəni uşaqda var mı, yox mu bunu biləcəkdi. İndi 34-35 həftəsində kordosintez eləməyə bir gərək yoxdur. Daha yetişib tam. Bir də hamiləliklə bağlı həm talasemi daşıyıcı, həm də hamiləliklə bağlı dəmir defisitli anemisi var. Onu müayinəni elədik. Müayinələrdən sonra dərmanları verdik. Çox şükürlər olsun. Düzü bir gün biz klinikada onu bir neçə dəfə Doppler elədik. Mən buradan radyologumuz Yaqut xanıma təşəkkür edirəm ki... Aydındır. Digər doktor, digər cütlüklərimizdə? Qaldı yanında olan cütlüyümüz var. O cütlüyün müayinə etdik. Amma qan təhlilləri biraz uzun zaman alacaq. Çünki o cütlük dəfələrlə kürtaj olub. Endometrial yetməməzliyi var. Böyük problemdir onlarda da, inşallah onu da çözüləcək. Qaldı çocuk mərcanlıdan gələnlər. İnşallah onlar da müayinə olub, birinci mərhələ müayinələrini keçibdilər. Bir qan təhlillərinin cavabı qalıb. İnşallah onlar da valideyn olacaqlar. Allahın izniyle. İnşallah. İnşallah. Allah nəsib etsin. Ama siz... Bu ortadaki ailemiz için... Bilirsiniz Harun müəllim, onlarda qonşu ölkələrdə də olublar dəfələrlə. Əməliyyatlar çox icra olunub. Yəni mən xəstələrə buradan səslənmək istəyirəm. Sonsuzluq vardısa da zaman itirməsinlər. Yəni eyni bir proseduru 10 dəfə eləməklə uşağa nail olmaq olmaz. Yəni 10 dəfə kürtaj olundu mu? Əslində bunun uşaq olma şansı çox düşür. Buna surgat ana lazımdır. O da Azərbaycanda yoxdur. İndi xanıma surgat ana mı lazım? Yox, xanıma inşallah lazım olmayacaq. Yəqin ki biz endometrisi üzərində bəzi bir prosedurlarımız var, onları eləyəcəyik. İstər cərrahi yol, istər belə Allahın izniyle olacaq uşaqları. Yəni olmaq şansımız var. Allah üzünüzü güldürsün. Ama bakın bir şey de söylemek istəyirəm. Tabii insan öz evladının olmasını istəyir, arzuluyor dört gözle. Ama bizim bu uşaq evlərində olan ne kadar balalarımız var. Hansı ki onların isti yuvaya, evə, ocağa, bir ana hərarətinə, bir ata qayğısına ehtiyacı var. Belki bugün bu addımımıza, bakın həkimlər bəzən, bəzən yox, çox vaxt bəlkə də, Allahın möcüzəsi qarşısında aciz qalarlar. Net qərar verirlər ki, bu olmayacaq deyirlər. Tibb bunun qarşısında acizdir deyirlər. Amma üstündən bir il keçir, görürsən ki, bu oldu. Çünkü bir Allahın möcüzəsi bildiyimiz, gördüğümüz şeyler var həyatda. Biləsiniz. Ona göre belki birinin qapısını açsanız, belki birini övladlığa götürseniz, bağrınıza sıxsanız, belki Allah Teala ona bir qardaş bacı da yetirer size. Hem bu uşaq evlərindeki uşaqlar azalar, hem eyni zamanda sizin evinizden bir körpə səsi gələr. Ne kadar belə aileler var. Vallahi ben belki yanlış deyirəm, belki doğru deyim. Buyurun. Düzgün vurguladınız, onu mən demək istirdim, siz önlədiniz. Yəni bizim praktikada da olub ki, doktor, ailə övlad sahibi ola bilmir. O söylədiyiniz bütün prosedurları keçib, amma ailə sahibi ola bilmir. Amma arada elə sevgi bağları varsa ayrılmırlar. Gedib uşaq evindən bir uşaq götürürlər, Zaur müəllimin dediyi kimi, bir atası anası uşağa yiyəlik eləyəndən sonra bir də baxırsınız ki, bunların net kimi qoyulan övladın olmayacaq diaqnozu özünü doğrultmur. Allah gətirir, onlara övlad verir. Doğru. Özlərinin övladını. Doğru. Və bizim dünən müraciət edən ailələrimiz vardı bizə. Bu ailələrdən biri siz idiniz, qardaşınızla bağlı. Siz. Və Volqogradda yaşadığını söylədiniz. Bir neçə belə bir ailə var. Bir neçə dəqiqədən sonra sizi dəvət edəcəyik bura. Bu haqda bir ətraflı danışacağıq. Yaxşı mı? Hal-hazırda isə bir məşhurun yaxınları ortaya çıxdı. Yeni qohumlar nə iddia edirlər? İllərlə gizli qalan hansı sirrin üstü açılacaq? Tanınmış şəxsin bu məsələyə münasibəti bizimlə səndə. Qardaşlardan biri Gürcüstandadır, diğeri isə Volqograddadır. O Volqogradda olanı axtarır. Sən 4 yaşında olanda.
qardaşım bilirəm ki, bildim ki, qardaşım var. Üzü yadımda qaldı. Yəni görmüşəm. 4 yaşın oldu da onda. Mənə soyuq davranır. Yəni bacıma görə, bacım imkan vermir. Səxavət öz qardaşı Əhmədov Məhəmməd Eldaroğlunu axtarır. Səxavət axtarır öz qardaşını Volqaqraddan Əhmədov Məhəmməd Eldaroğlunu və hal-hazırda studiyamıza bir xanıma qapını açmaq istəyirəm. Esmira xanıma qapını açırıq, ümid qapımızı. Hoş geldiniz. Hoş gördük. Necəsiniz? Buyurun, əyləşin, zəhmət olmasa. Esmira xanım niyə müraciət elədi biləcəksiniz? Çox qəribə bir talih. Çox qəribə bir talih. Esmira xanımın bacısı əri ilə birlikdə uzun illər bundan öncə, təxminən neçə il bundan öncə? 2001-ci ildə ailə qurur bacısı və köçürlər. Sankt-Peterburqa köçürlər. Köçəndən sonra Azərbaycana nə zaman son gəlişləri olur? 2001-ci ildə ailə qurandan sonra birinci bağışlayın, üzr istəyirəm, salamlayıram hanım. Əleykumə salam. Buyurun, buyurun. Elə bir 2001-ci ildə ailə qurandan sonra 2006-2007-ci illərə qədər elə bir əlaqəmiz var idi. Zəngləşirdik, o vaxtda telefonlar yox idi, yəni məktublaşırdıq. Amma hal-hazırda ondan sonra artıq 9 ildir ki, əlaqə kəsilib. Mən də çox sizi bildim, göydə Allah yerdə sizi. 9 ildir ki, Sankt-Peterburqda ailəlikcə birlikdədirlər və sizdən əlaqələri yoxdur. Birdən kəsildi, zəngləşirdik. Yəni, ata var idi, bacınız var idi, yəni əri var idi, sonra uşaqları var mıydı? Bəli, 2 evladı var. 2 evladı var idi, adları var idi. Adları var, İlham, Ruslan. İlham və Ruslan, bacınızın ailəsi budur. Bəli, bəli. Ekranlarımızda da hal-hazırda. Çox maraqlıdır ki, 2007-ci ildən, 2008-ci ildən. Yox, 2001-ci ildə gedib. Amma 2008-ci ildən bu yana heç bir xəbəriniz yoxdur. O nömrəyə siz yenə zəng edirsiniz. O nömrə bağlıdır, götürmür. Necə işləmir? Zəng vururam, bu nömrə işləmir deyir. Bilirsiniz niyə deyirəm? Çünki nömrə vasitəsilə haradasa ünvanı müəyyən eləmiyorlar və sonra oradan soruşmaq olar ki, bunlar burada yaşayırdılar, sonra hara getdilər? Neçə bacı qardaşdınız siz? 2 qardaş, 3 bacıyıq ailədə. Doğmasınız? Bəli, hamı doğulur. Hamınız doğmasınız. Mən belə fikirləşə dedin, yadından çıxmışdı qardaş bacılar. Deməli, 2 qardaş, 3 bacısınız. Bacılarınızdan biri, adı nədir? İlhamə. Soyadı? Məmmədova İlhamə Cəmil qızı. Məmmədova İlhamə Cəmil qızı. Ortancıl bacımdır. Ortancıl bacınız 2001-ci ildə kimə ərə gedir? Mehralı adında oğlan tanış idi. Soyadı nə idi? Soyadını unutmuşam. Fikrimdən çıxıb soyadı nədir? Bacınızın ərinin soyadı yadınızdan çıxıb. Bəli, fikrimdən çıxıb. Bəli, burada. Onların işi nədən ibarət idi? Nə ilə məşğul olurdular? Yəni oğlan bu Oğlanın elə bil ki, bacımın qaynanası idi. Oğlanın atası, anası. Sumqayıtdıdılar. Onların da əlaqəsi yoxdur. Soruşmuşsunuz onlardan? Bəli, Sumqayıt. Onlar bilirsiniz, onlar yoldaşı elə bil 85-86-cı illərdə ailəvi onlar Rusiyaya köçüblər, o vaxtdan yaşayırlar. Yəni oğlanın bütün ailəsi Rusiyadadır. Bacımın qaynanası, qaynatası, baldızları, bax belə. Ailə gedə bilər. Bunun dayısı oğlu, bibisi oğlu, xalası oğlu. Yəni heç bir qohumu yoxdur burada Azərbaycanda. Bilirsiniz, az qaldılar bu Azərbaycanda deyən. Olur da belə hallar olur. Bütün nəsil kök yoxa çıxır. Bacım gəlirdi yoldaşı ilə. Uşaqları, yoldaşlar, şəkillər. Həm də 2008-ə qədər gəlib gediblər. Bunlar nə bilsin ki, bunların qohum əqrabalarını axtarıb tapsınlar ki, harada yaşayırlar deyə. Narahatçılıq oldu, bəli. Yəni bir tək atası, anası gildi, oğlan tərəf, onlar da xaricdə yaşayırlar. Yəni mənim əmmimin yerini kim hardan tapa bilər ki, hərəsi bir yerdədir. Biri Qazaxstanda olub, biri Almaniyadadır, biri başqa yerdədir. Yəni onları axtarıb tapmaq da biraz çətin olar hər halda. Bəzən qohumlar bir-birinə əlaqəni az saxlayanda belə olur. Əlaqəni az saxladığına görə bəli, bir soyuqluq olduğuna görə belə olur. Və sizin bacınız 2008-ci ildən ta bugünə qədər Sankt-Peterburqda yaşaya heç bir əlaqəni tamamilə kəsdi sizdən. Rus vətəndaşıdır ancaq bacım. Bacınız Rusiya vətəndaşıdır. Ancaq yoldaşı Azərbaycan vətəndaşı. Sonuncu vaxta qədər soyadı necə gedirdi? İlhamə.
İlhamə soyadı. Soyadı ata familiyasıdır, Məmmədova gedirdi. Məmmədova İlhaməni bacısı axtarır hal-hazırda. Esmira bacısı axtarır. Peterburqdan bizi izləyənlər varsa, Məmmədova İlhaməni tanıyanlar varsa, 2008-ci ildə Esmira ilə İlhamənin arasında bir bağ itib tamamən əlaqə saxlaya bilmirlər. İstəsəniz bir özünüz də bəlkə ürəyini küstürmüsünüz, bəlkə qəlbinə dəymisiniz. Biraz özü, sözün açığı biraz... Yaxın saxlayın mikrofonda biz. Sözün açığı biraz özü dəymə düşər qız idi elə əvvəldən, subay vaxtdan. Yəni ki, belə böyük çıxmasın sözüm, bəyənmirdi də, yəni işlədiyi, yaşadığı yeri. Sizi də? Yox, bizi yox. Yəni mühiti o, həmişə yuxarını görürdü. Oradakını daha elə bir üstün görürdü. Haranı bəyənirdi, Peterburqu bəyənirdi? Yəni biz 6 ayın içində bu ailə qurandan sonra ona razılıq verəndə mənim valideynim. Deyəcəm, dayana bilmədim. Buyurun. Əgər o mühiti bəyənməməyindən dediniz o kifayətdir. O qardaşı da yaddan çıxara bilər, o bacını da yaddan çıxara bilər, o atanda. Əgər vətəni yaddan çıxardırsa, onu bəyənmirsə, o kifayətdir. Təəssüf. 2008-ci ilə qədər əlaqə saxlayıbsa, nə oldu? Elə birdən-birə bəyənmədi əlaqə saxlamadı. Ona kimi gəlirdi, deyirdi. Yazar bəy, birincisi tutaq, birisiz vətəndaşdır da, biri İsveçi bəyənə bilər. O demək deyir ki, ona görə atasının anasını... Yəni biz insanların ürəyinə vətənpərvərlik duyğusunu əkə bilmərik ki. İnsan. Təbii ki, alqışlamadığımız bir məqamdır. Bəyənmədiyimiz bir məqamdır. Bəyənə bilər. Amma haranı, dünyanın harasını gəzirsən, gəl, vətən elə bir şeydir. Vətən anadır. Vətən qarlıdır. Başa düşürük. Yəni, o deyir ki, mühütü, bacı mühütü bəyənmirdi. Burada nəsə bir problem var ki, əlaqə kəsilir. Bu demir ki, vətənimə gəlib. Oradan telefonla hər halda mən istəyərdim ki, siz bacınıza bir müraciət eləyəsiniz buradan. Əgər məni eşidirsənsə İlhaməm, istəyərəm dönəsən Azərbaycana, gələsən lap mənim evimə, öz evimə, uşaqlarla bir yerdə həmişə qapım açıqdır. Göydə Allah, yerdə bu ATV kanalı, Zaur müəllim içində olmaqla, siz bax, bura çıxmışam, müraciət eləyirəm. Xahiş eləyirəm. Əgər mənim səsimi eşidirsənsə, bacına hay ver, bacına cavab ver, xahiş eləyirəm səndən İlhaməm. Əri ilə bir problemi yox idi ki, İlhamənin? Başqa müraciət etdi. Zaur müəllim, xadım demədi ki, bacı sağsansa mənə zəng elə. Xahiş eləyirəm, səsini duyum. Ərini qoyub gələsi deyir ki, deməli burada başqa məsələ. Əri ilə bir problemim var idi? Ailə problemi diyor. Hamısını deməsəz, bu alınan şey deyil, bu tapılmayacaq. Nəsə aralarında konflikt mi var idi, bir problemlər mi var? Var idi. Olub da, olub. Yəni qorxursunuz ki, birdən nəsə eləmiş olar ona, yoxsa? Elə biləm, onun bəlkə də gələ bilmir, bəlkə o da ola bilər. Mən burada çox ona arxayın da deyə danışa bilmərəm. Bax, sizlə danışanda sonuncu mesajları nə olmuşdu, məni incidir demişdiniz. Çünki o danışanda deyirdi, mənim yaxın bir rus qonşum var. Çox gözəl insandır, belədir, elədir, elə bir mənim ailəmi başa düşür. Fikirləşirdilər onlar Almaniyaya köçsünlər. Buna bacıma da müraciət eləmişdi. Даже mənə danışanda mən dedim ki, ay qız, sən fikirləş də, addım at. O nə demək, sən onsuz da bizdən uzaqsan. O bizə gələn ərəfələrdə bunu mənə demişdi. Yəni ərini qoyub getmək istəyirdi o qonşu. Bax, onu mənə demədi. O elə bir başını götürüb getmək istəyirdi. Sözündən elə çıxdı, bəli. Zaten bəlli artıq hər şey. Hər şey bəlli. Buyurun. Siz nəsə demək? Bir şey soruşmaq istəyirdim. Siz öz bacınız 2008-ci ildə birdən-bir əlaqəniz kəsildi. Siz o vaxt heç Rusiyada təbii ki, o 2001-dən 2008-ə qədər yaşamışdı. Onun hər hansı bir ailə yaxınlarının orada olduğunu da yəqin ki, bilirdiniz, ailə, dostlar və s. Siz heç zəng vurub onlardan və yaxud da orada hər hansı bir hüquq mühafizə orqanından soruşdunuz, maraqlandınızmı ki, mən belə bir bacım var. Yəni, Sankt-Peterburq mühafizə orqanlarına, yəni Rusiya... Yox, belə şey eləməmişik, sözün açığı... Etmədiniz. Hər halda biz cavab gözləyəcəyik Sankt-Peterburqda, hər halda İlhaməni o ilə qədər tanıyan insanlar vardısa, bizə bir cavab deyəcəklər. Orada Azərbaycanlılarımız çox yaşayır, Sankt-Peterburqun özündə yaşayırdılar, deyilmi? O şəhərində... Harda? Sevropolsk şəhərində deyəsən. Belə bir şəhər varmı? Sevropolsk şəhəri varmı? Peterburq. Stavropolsk. Stavropol var. Peterburqa mı aid? Bəli. Yəni o şəhərində yaşayırsa, mənim yəni qardaşım orada iş adamıdır, Stavropolda. Yəni orada əgər yaşayırsa, mənim üçün çox asan bir şeydir. Şəkilləri zada var idi, Stavropolda yaşayır. Amma Peterburq tamam başqa, Stavropol tamam. Peterburq səhv deyil, Peterburq səhv deyil bizə. Stavropolda.
orada da acı. Peterburqda şəkilləri var. Şəkilləri də var. Və Stavropolu hardan gəldi? Yox, Peterburqa gəzməyə gedib çəkdiriblər də ya. Bəlkə Peterburqa gəzməyə gedənə nəsə söhbət edir ki, orada evini... Tamam, Stavropolsa o zaman bizim Elnura xanımın qardaşı orada çox belə deyək də, əlaqələri olan bir insan. Düşünürük ki, o köməklik eləyə bilər bu məsələdə bizə. Və hal-hazırda mən istəyərdim, qapımızı açaq, bilirsiniz kimə? Dünənlərin bir ana zəng vurdu, sevincindən ağladı telefonda. Gülnarə xanım, xatırladınız mı? Telefonda göz yaşları tökdü, sevincimdən ağlayıram dedi. Bir telefon bağlantımızın bir xatırlatması var, baxırıq. Salam dəyərli Zaur qardaşım. Hər zaman sizin verilişinizi sevə-sevə izləyirəm. Çox fikirləşdim və qərara gəldim ki, mən də sizə müraciət edeyim. Elnarəmin 10 yaşı var. 1 yaşında hər iki gözündə çəplik və zəiflik hiss elədim. Bunu biləndən sonra imkanım olduqca onu həkimə aparmışam. Elnarə gözündəki problemə görə çox utanır və eynək taxmaq istəmir. Sizə və kollektivinizə möhkəm can sağlığı arzulayıram. Hörmətlə, Məmmədova Dinarə. Eləyirəm, çox sağ olun, minnətdaram. Alo. Alo. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Axşamınız xeyir. Can, hardan zəng etdiniz? Müəllim, biraz sevincimin hətta tutu yoxdur. Çox sağ olun ki, canım. Çox sağ olun. Sən sağ ol. Sabah o gözəl balamızı da al gəl. Biz al gəl dedik. Aldı gəldi, qarşılayaq. Ay maşallah, ay maşallah. Ay maşallah, hoş geldiniz. Siz idiniz dünən. Telefonda danışdıq sizlə. Çox kövrəldiniz, çox kövrəldi və bizi də kövrətdi. Bənövşələrə bax. Allah Allah, bundan gözəl hədiyyə olar mı? Aparın bibilərə, bənövşələr. Kətdən nənəsi gətirib. Hə? Kətdən nənəsi gətirib. Kətdən nənəsi gətirdi bənövşə. Bəh, buraya yazın təravətini gətirdiniz. Digər bibiyə də birini verək. Heç bənövşə görmədinizmi bu il ərzində? İlk dəfədir görürsünüz. Bizə. Çox sağ ol, gözəlim. Sağ olun, Zahir müəllim, çox sağ olun. Mən sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox sağ olun ki, ümid qapısını üzümüzü açdınız. Çox sağ olun. Siz sağ olun. Mən təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun. Gözəlim. Adın nə sənin? Elnarə. Elnarə. Sənin adın nə? Anar. Anar. Nə tərsən Anar? Yaxşı. Yaxşısan. Nə qəşəng kostyumun var sənin. Nə gözəl geyinmisən. Hə? Şimdi. Hə? Maman geyindiribdi. Sən özün istəmirdin belə geyinəsən, hə? Niyə? Necə geyinmək istəyirdin sən? Başqa bu kuftada geyinmək istədim. Bunu geyinmək istəmədin? Niyə bu pisdir ki? Ha? Nəyi? Düyməyər. Düymələrindən xoşun gəlmir, hə? Jaket istəyirsən olsun, belə geyindin əlinə, qutardı getdi, hə? Rahat olsun, hə? Sən bura niyə gəldin? Hardan gəldi bu çiçəklər? Tovuzdan gəldi. Tovuz çiçəkləri. Nə gözəl. Xoş gəldin, gözəlim. Neçə yaşın olur sənin? 10 yaşın olur. Zaur əminin proqramına zəng vurdunuz. Bəli. Mesajı kim yazmışdı? Anam. Anam yazmışdı dedin. Və bilirsən də bugün nə olacaq? Nə olacaq? Həkim gələcək. Həkim gələcək. Niyə gələcək? Əməliyyat eləmək üçün. Əməliyyat eləmək canım. Ürəyim, inşallah heç bir əməliyyat gərəkməsin. 2 övladınız var. Bəli, Zahir müəllimin 1 yaşından bilmişəm. Amma bu axır vaxtlar həkimə aparanda həkim WhatsApp-la müayinəyə göndərəndə bildim ki, bunda da var. Atalarında da problem var idi. O əməliyyat olundu. Qız, inşallah yaxşı olar. Tovuzda vəziyyət necədir? Yaxşısınız? Mən burada yaşayıram. Burada yaşırsınız. Tovuzdan gəlmədiniz? Anam gəldi, amma mən WhatsApp-da kvartant qalıram. 11 ildir ki, burada yaşayıram. Ananı sanı bəs? Orada oturan, o başda oturan. Siz, analar, sinələrini qabağa verərlər, amma özləri arxada durarlar. Qoy gəlim. Nə?
İlhamədən xəbər aldıq. Elə indicə xəbər aldıq, İlhamədən xəbər aldıq. Sadəcə olaraq çox qəribə və müəmmalı bir xəbər. Adam çıxdı, heç 5 dəqiqə deyil, danışan kimi xəbərini aldıq. Qarşıda xəbərlərimiz var, xəbərlərdən sonra İlhamənin hansı xəbəri, hansı mesajı göndərdiyini deyəcək sizə. Məşhurun yaxınları ortaya çıxdı. Yeni qohumlar nə iddia edirlər? İllərlə gizli qalan hansı sirrin üstü açılacaq? Tanınmış şəxsin bu məsələyə münasibəti bizimlə səndə. Salam xalqımızın sevimli oğlu, ATV kanalının gözəl aparıcısı, qardaşım Zaur müəllim. Sizi qəhrəmanlar diyarı olan Biləsuvar rayonundan Hüseynov Oktay Hidayətoğlu narahat eləyir. 81 yaşlı şəhid anası olan anamın göz yaşlarına dözə bilməyib sizə müraciət edirəm və onun salamlarını, xeyir duasını sizə, bizimlə sən komandasına çatdırıram. Sizdən xahişim odur ki, xalam oğlu Şükürov Məhəmməd Malikoğlunun tapılmasında mənə köməklik edəsiz. O 2000-ci ildən Rusiyanın Tümen vilayətinə gedib. 2010-cu ilə kimi əlaqəmiz olub. 2010-dan sonra isə heç bir əlaqəmiz olmayıb. Çox axtardıq, heç bir məlumat əldə edə bilmədik. Ümidimiz bizimlə sən verilişinə, gümanımız sizə gəlir. Zaur qardaşım, inanıram ki, bir gün mənim anamı da sevindirəcəksiniz. Xalam Məhəmmədin həsrəti ilə rəhmətə gedəndə anama onun axtarılmasını vəsiyyət etdi. Ümidim qardaşım sizə, bizimlə sən komandasınadır. Əvvəlcədən sizə, ATV kanalına öz təşəkkürümü bildirirəm. Hörmət və ehtiramla Hüseynov Oktay. Alo, axşamınız xeyir Oktay bən. Salam, Zaur müəllim. Salamlayıram sizə. Necəsiniz? Məktubunuzu aldıq. Çox sağ olun müəllim. Və insanlar, mən sizə bir şey deyim, insanlarda artıq bu bölümümüz, məktub bölümümüz, insanlarda məktub yazma vərdişini əmələ gətirib. Həm də məktub yazma vərdişini bizə ancaq WhatsApp-a, telefona mesajlar gəlirdi və indi məktubların sayı artmaqdadır. Çünki insanlar artıq məktub yazırlar. Yazma vərdişini insanlarda alışdırdıq. Hə, valla. Oktay bəy, qardaşınız kimlə bağlıydı sizin? Çox sağ olun. Qonaqlarınızı da salamlayıram, sizləri salamlayıram. Biləsuvardan salamlar sizlərə. Minnətdaram. Xalanız oğlu ilə bağlı müraciət etdiniz? Bəli, müəllim. İnşallah sabah bura gəlsəniz bir ətraflı danışsaq. Olar müəllim, olar. O zaman yolunuzu gözləyirəm. Yolunuzu gözləyirəm. Çox sağ olun. Təşəkkür edirəm məktubunuz üçün. Və mən buradan bir də Elnura səslənmək istəyirəm. İtkin Elnurumuz vardı. Bax, onun şəklini çapmadıq. Yəqin ki, sabah burada olanda yerləşdirərik. Bu bizim Duzdağa gedənlərimizdir. Bir asaq bura. Daha sonra bu bizim Rəşad Çolanın, dəyərli doktorumuzun yeri gəlmişkən elə indi sujetini də izləyəcəyik. Rəşad Çolanın əməliyyat etdiyi Fərhadımız idi, səhv eləmirəmsə. Bu Pənahın əməliyyatı idi, çox ağır bir əməliyyat idi. Təəssüflər olsun ki, Pənahın anası onu sağlam görə bilmədi, dünyasını dəyişdi. Bu 26 ildən sonra ana-balanın görüşüydü, buradaydınız siz, gördünüz. Bu isə dünənki rəfiqələrimiz. Dünənki görüşü Sevinç və Pərvanənin görüşü oldu. Və Doktor Rəşad Çolanın bir sujeti var. Dünən bir əməliyyatımızı icra eləyibdi. Qazaxıstandan bura gələnimiz var və bir də bacınız İlhamə ilə bağlı bir bağlantımız olacaq. Çox maraqlıdır ki, bu cavabı alanda mən özüm də belə qərib oldum. İndi dedilər bizə. Və indi real hər şey özünüz burada şahid olacaqsınız. Hər şey. Hər şeyin bir şahidi olacaq. Və bir sujetimizi izləyirik, dərhal sonra buradayıq. Maisə anamızı müayinə elədik. Şanssız xəstələrdəndir, çünki funksional bir böyrək var və orada da daşlar mövcuddur. Təbii ki, bunlar həm anamnestik bilgilərə görədir, həm də əvvəlki müayinələrin nəticəsinə görə hal-hazırda yenidən tam
geniş tərkibli analizlərini eləyəcəyik və radioloji müayinələrdən, kompüter tomoqrafiyadan keçəcək və daha sonra öz qərarımızı konkret verəcəyik. Nəsib balamız, gözəl balamız bir anadan gəlmə qüsuru ifadə eləyirlər və əvvəlki tədqiqlər də bunu göstərir. Bu qüsuru dəqiqləşdirməliyik. Dəqiqləşdirdikdən sonra strategiyamızı seçəcəyik. Vüsal balamızı araşdırdıq, anamnezini topladıq. Vüsal balamızın bir böyrəyində ciddi bir problem var. Amma bütün qərarlarımızı biz daha dəqiq araşdırdıqdan sonra müasir elm işığında nə varsa eləyəcəyik və son qərarımızı verəcəyik. Bu balamız üçün nə etməliyik? Təşəkkür ederim. Yəni, urologiyada A-dan Z-yə nə varsa adamın adı altına yazılıb. Rəşadçı olan böyrək dediksə, uroloji problemlər dediksə, Rəşadçı olan bunu bir yerə yazın artıq. Bu artıq onsuz da möhürləndi. Yəni, buna qədər başqa bir adlar, yəni Sovet dönəmində hallanan adlar vardısa, yəni, bugündən sonra bu ad möhürləndi və bir dənə də mən təbrik eləyirəm bizim insanlarımızın nə münasibətlərini. Çünki Respublika Diagnostika Mərkəzində artıq böyrək transplantologiya mərkəzi açıldı, fəaliyyət göstərir. Bundan sonra xaricə, harasa gedib böyrək köçürməsinə ehtiyac qalmayacaq. Azərbaycanımızdaca elə doktorumuzun nəzarəti ilə, əməliyyata müdaxiləsi ilə bu böyrək köçürmələri icra olunacaq. Nə gözəl bizim halımıza. Xoş bir məqam və alınırmı əlaqələrimiz, yoxsa varmı hələ? Birazdan hələ Xəlil doktor da burada olacaqdır və indi bir səs eşitməyinizi istəyirəm. Mən əzinəmə qaraya bayaq, Şəkiyə Şirvan Qarabağ, ay qadan yalmay, aləmə cənnətə dönsə, yaddan çıxmaz Qarabağ, ay qadan yalmay. Canım, xoş gəldin. Xoş gəldin. Tural mənim çox sevdiyim bir balamızdır. Allah Teala onu qorusun. Bir dəfə Quzanlı tərəfə getmişdim. Ağdamda orada yaşayırlar, Quzanlıda yaşayırlar. Evlərinə getdim. Orada onların necə yaşayışını gördüm, həyat tərzlərini gördüm və o sarsıntılar altında yaşadığını gördük. Amma buna rəğmən də ayaqda durmaqlarını gördük. Alqışlayırıq onu ürəkdən bir. Çox sağ olun. Turalım, xoş gəl. Turalım bir də bir bülbül, qırtlağında bir bülbül var sanki. Burada bir bülbül oturub. Turalım həm də bizim tanıdığım sənin iştirakçısıdır. Yəni, növbəti mərhələyə də keçitmişik. İnşallah Allahın köməkliyi ilə başqa-başqa mərhələlərə də keçər. Bu onun səsi ilə bağlı. Və Turalımın doktorumuza bir müraciəti olacaq gözü ilə bağlı. Və biz də düşündük ki, həm logosumuzla, həm Xəlil doktorumuzla birlikdə yığışıb Turala hər tərəfli dəstək olacaq. Çox sağ ol. İnşallah. Ürəyindən başqa bir şey gəlirmi oxumaq? Hə, de. Biraz üstünü götür nəsə olur. Sevgilim eşq olmasa, varlıq bütün əfsanədir. Sevgilim, sevgilim eşq olmasa, varlıq bütün əfsanədir. Eşqdən məhrum olamayan, insanlığa biganədir. Bülbülümdür, bülbülüm. Bunları bir kətməkən toplamışam mən gedib. Yəni... Əvvəla Bənövşəyə görə çox kövrəldim.
Mənim bir hekayəm də vardı, Qaçqın Bənövşə. Yəni Şuşadan gələn bir insan evdən heç nə götürməmişdi, ancaq Bənövşəni koldan çıxardıb gətirmişdi və Bakıda əkmişdi. Və onun ilk çiçəyini də mənə gətirmişdi. Və oğlumuzun səsinə sağlıq, balamızın səsinə sağlıq, Turalım. Turalımdır o mənim, Turalım. Valla doğrudan da o torpaq suyu, musiqisi bax göz qabağındadır da. Bülbülüm də o mənim, balaca bülbülüm. Valla. Çox sevirəm bu uşaqları, öz balam qədər sevirəm, həqiqətən. Allah qorusun. Amin inşallah, amin. Mələkə xanım da kövrəldiniz. Niyə bu qədər kövrəldiniz siz? Bilirsiniz Zaur müəllim, səslər var ki, o səslər toxunur keçir. Yəni sizə afərin ki, sizə çox sağ olun ki, bunları ortaya çıxarırsınız. Bu istedadları, fenomen uşaqları xalqımız tanıyır. Bığı yeri çıxıb, əvvəl belə deyil idi mən bunu tapanda. Bığı zadı yox idi, indi bığı çıxıb təməlli başdı. Zar, mən hər bazar günü verilişi izləyirəm. 6-cı günlər. 6-cı günü. Və uşaqları da elə bir adıma çox doğma gəlirlər. Mən təşəkkür eləmək istəyirəm həqiqətən sizin bu komandaya. Belə gözəl səsləri üzə çıxardırsınız və xalqa təqdim edirsiniz. Biz vətənpərvərik, hamımız deyirik. Amma vətəndaş olmaq çox çətin olur. Doğru, doğru. Doğrudan da məhz sizin gördüyünüz bax bu iş, bu istedadları üzə çıxartmaq sizin bir vətəndaşlıq məsuliyyətinizdən və borcunuzdan xəbər verir. Bunlar mənim ürəyimdir hamısı. Bunları öz doğmam qədər sevirəm. Həqiqətən, xoş gəldin aramıza, buyur əyləşkinən. Və bağlantımız alınırmı xanımın məsələsi ilə bağlı? Hal-hazırda Tigorski ilə mən belə bildim, deyil mi? Əməkdaşlar bununla bağlı bir məlumat verin. Tigorski ilə olacaq, deyil mi bağlantımız? Məşhurun yaxınları ortaya çıxdı. Yeni qohumlar nə iddia edirlər? İllərlə gizli qalan hansı sirrin üstü açılacaq? Tanınmış şəxsin bu məsələyə münasibəti bizimlə səndə. Birazdan biləcəksiniz. Adam gəlir studiyamıza və bu adamı burada görəcəksiniz. Adam ölkənin çox tanınmış və ölkədə sənət sayəsində birincilərdəndir o adam. Adı ilk çəkilir. Bunu tam məsuliyyətimlə söylüyorum. O bu sahədə ilkdir. Rəsmən. Və onun atası ilə bağlı deyilənlər. Çox qəribə bir məqam. Yəni bunca illərdən sonra bu məsələnin burada, bu formada açılacağını nə o ağlına gətirə bilərdi, nə mən ağlıma gətirə bilərdim, nə də heç birimiz ağlımıza gətirə bilməzdik. Amma oldu. Olmaz deyincə, düşününcə ki, olmayacaq, belə olmur. Bəzən görürsünüz ki, nə qədər olmaz düşünürüksə, olur. Bu da oldu. Və görəcəyik birazdan bunu. Bağlantımız alınır mı? Alınır. Aha, hal-hazırda bağlanırıq. Ptigorskidir təranə. Bəli, Ptigorskiyə bağlanırıq hal-hazırda canlı-canlı. Qardaşlardan biri Gürcüstandadır, digəri isə Volqaqraddadır. O Volqaqradda olanı axtarır. Sən 4 yaşında olanda. Qardaşım, bildim ki, qardaşım var. Üzü xəyalında qaldı, yəni görmüşəm. 4 yaşın oldu da onda. Mənə soyuq davranılır, yəni bacıma görə, bacım imkan verir. Səxavət öz qardaşı Əhmədov, Məhəmməd Eldaroğlunu axtarır.
əslində biz bəzən qəhrəmanlarımızı dəvət etdiyimiz zaman düşünürük ki, ya sabah ya nə varsa bir xəbəri çıxar deyə. Bəzən elə olur ki, hani baxın bizim Malik kişi ilə bağlı artıq neçə aylardır ki bir xəbər yoxdur. Adam sanki bir balaca, üzr istəyirəm ifadəmə görə, amma sanki yoxa çıxıbdır, cibə girmirdi, hara düşdü, yerə düşdü, itdi, axtarıb tapa bilmirik. Yəni əslində axtarılmasaydı deyərdik ki, bir məsuliyyətsiz yanaşma var. Amma Fövqəladə Hallar Nazirliyi, daha sonra Daxili İşlər Nazirliyi, prokurorluğumuz, bütün hüquq mühafizə orqanları demək olar ki, bu məsələnin üstündə artıq neçə vaxtdır ki çalışırlar. Skype'ımız bağlanır Pitigorskiyə. Alo, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun, eşidirsinizmi məni? Mən üzr istəyirəm, mən kimlə danışıram? Xavər xanımla. Xavər xanım. Siz televizorun səsini alın, məni Skype-dan eşidin, zəhmət olmasa. Aldım. Aha. Pitigorskidən bağlandınız, canlı bağlantıya. Bəli, Pitigorskidəndir. Pitigorskidən bağlandınız. Xavər xanım, belə düzmü eşitdim səsini? Bəli. Xavər xanım, siz kim olursunuz? Təqdim eləyə bilərsiniz? Mən İlhamənin baldızıyam. Aha, siz... Böyük baldızı. Esmira'nın bacısı İlhamənin böyük baldızısınız. Hə, tanıyıram. Aha, aydındır. Yəni, Esmira'nı tanıyırsınızmı, yoxsa? Yəni, o məni görməyibdir. Mənim qardaşım, elə bil İlhamə ikinci yoldaşıdır İlhamənin. İlhamə 2 dəfə ailə həyatı qurub? Hə, bu birinci ailəsini mən... Yəni, ən azı tanımasaydı, bilməsəydi, bunu söyləməzdi? Hə, bu ikinci ailəsidir. Mikrofonu yaxın saxlayın. Evləndi İlhamə ilə. Aha. Götdük, gəldik onu Pitigorskiyə. Bizə dedi ki, evlənirəm, biz də götdük, gəldik Rusiyaya onu. Aha. Burada yaşayır, evdə yaşayır, 2 uşağı var. Aha. Biz bir dəfə gələndə biz Sumqayıtda qalırıq. Bir dəfə gəldik Sumqayıta biz, anası gəldi bizdən görüşdü. Qayıtdı dedi ki, bəs İlhamədən mənə xəbərzat yoxdur. İlhaməyə gəldi burada deyəndə dedi, məni itirib axtarmasınlar. Mən dolanıram, yaxşı yaşayıram, məni niyə eləyirlər? Mənim birinci həyatımı dağıtdılar da istəmədiyi adama veriblər deyəsən. Mən yaşayıram, məni itirib axtarırlar. İlhamə ilə biz bir yerdəyik, səhər tezdən hər səhər görüşürük. Yəni indi axşam indi o öz evindədir, mən öz evimdəyəm. Aha. İlhamə hal-hazırda bilirmi onun bacısı bugün burada studiyamızdadır? Yox, onda televizor yoxdur, belə studiya bir şey yoxdur, cross antenası yoxdur, yox, bilməyəcəm. Qızın televizorun zadını da söndürmüsünüz, niyə? Yox, sabah istəyirsinizsə qoşa bilərik ki, danışasınız. Mən çox rica eləyirəm, mən birinci sizə son, siz bax indi hal-hazırda efirdə eşitdiniz, görmək istəyirəm xanımı, niyə yoxa çıxdı? Bağlantını görmək istəyirəm. Xanım, mən birinci sizə sonsuz təşəkkürümü bildirirəm. O Pitigorskidə yaşayan bütün Azərbaycanlılarımıza, sizə buradan qucaq dolusu alqışlarımızı göndəririk. Sağ olun ki, hal-hazırda bu saatı zəbt etmişsiniz və diqqətiniz ATV kanalındadır. Sağ olun, ömrümüz olsun verilişimiz, baxırıq həmişə. Çox təşəkkür edirəm. Yanınızda kimlər var orada? Qızlarımdır, anamdır. Ananızı da öpürəm əllərindən. Hamısı evli eşiklidirlər. Allah salamat eləsin. Allah salamat eləsin. Allah. Xanımın danışıqları mənim heç də xoşuma gəlmədi. Niyə? Səbəbini buradan da deyə bilərəm. Əslində burada bir bacı var idi, onu axtaran bir bacı vardı. Onun qəlbini, onun anasının qəlbini o cür qırmaq lazım deyildi ki, o deyir ki, onlar mənə lazım deyirlər. Ən azından gərək bunu oradan söyləməyərdi. Valla bacısı nə deyib, onu söyləyibdir. Baxın, mən düşünürəm ki, daha real oldu hadisə. Yalandan belə malalamaqla olmaz ki, adam düzünü nətər var, elə də dedi, elə deyilmi? Yəni deyir ki, elə şeylər var ki, elə yalanlar var ki, biz ona məcburuq bəzən yalan danışmaq üçün. Amma bu müqəddəs yalan deyil ki, Elnura xanım. Onu axtaran bacı, onu istəməsəydi, bura çıxmazdı o bacı, onu axtarmazdı. Aydındır, amma baxın, ən böyük kobud hərəkəti məhz o bacı etməyibmi? Deyən yox ha? O bacı. Mən o bacıdan danışıram ki, xanım da böyüklük eləyərdi. Ən azından onu deməyərdi. Yaxşı dolanır. Niyə hələ bəs o da məni pis eləyə bilərmi ki? Bunu götürüb harası məcbur aparıblar. Niyə məcbur atıb? Bu adam ailə qurub çıxıb gedibdir. Mən demədim ki, məcbur aparıblar. Aydındır. Yox, söylüyor ki, xanım, mən üzr istəyirəm, Xavər xanım. Xanım söylədi ki, bacımla sonuncu dəfə danışanda bacım deyirdi ki, Almaniya, bizim bir qonşumuz var, onlar Almaniyaya getmək istəyirlər. Yox, bizdə elə şey yoxdur. Hə, yoxdur elə şey. Biz Pitigorskidəyik, biz də içildi burada. Qız, sən
niyə dava deyirsən? Biz sənlə dalaşırıq ki burada. Sabah İlhaməni gətirib qoşa biləcəm mən sizə. Mən çox rica edirəm. Sabah İlhaməni göstərin bizə, biz də bir rahatlayaq, bacı da rahatlaşsın. Göstərə bilərəm. Mən İlhamiyə deyəcəm, balalarını da gəlsin, özü də gəlsin, qoşulsun. Allah canınızı sağ eləsin. Öpürəm sizi, bağrıma basıram. Sağ olun, sağ olun. Və bir də o ananızı, o gözəl ananızı bir də görmək istəyirəm. Olar mı? Salam, salam. Ah, canım ana. Salam kızım, salam. Canım. Sağ ol, salam oğlum. Öpürəm səni. O qədər şirinsiniz ki. Benim gəlinimdir. Gəlininizdir. Gəlininizdir. Gəlinimizdir. Gəlinimdir. Yaxşı mı baxırsınız ona? Yaxşı dolanır. Oğlu, 2 oğlu var. Gəlib gedir, məni yoxluyur. Çox yaxşı gəlindir. Yaxşı. Bəs indi sən kimin yanında qalırsan? Mən qızımla qalıram. Bənətər oldu onda. Qızımın əri ölübdü, onunla qalıram. Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Yəni, qızınızı sahibsiz qoymursunuz. Çox doğru bir addım. Bir ananın fədakarlığına baxın. Bax, bunu alqışlamaq lazımdır. Halal olsun sizə. Bir ananın fədakarlığı, bir ananın böyüklüyü onda ki, təəssüf ki, mən dünəm o gün burada dedim, mən dedim, arzulamazdım ki, analar həyatlarını ömür boyu oğula, nəviyə, nəticəyə, kötücüyə həsr eləsin. Amma nə etmək olar, bizim analarımızın qanından bunu çıxartmaq mümkün deyil. Və sabah inşallah İlhamə xanımla burada görünüşümüz olacaq. Ona görə sizi sabah burada gözləyirəm. Bacınızı bir görün, rahat-rahat, bir söhbət eləyin. İçiniz də rahat olsun, biz də rahat olaq, bir sakitləşək, deyil mi? Sağ olun, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Anında belə bir reaksiyanın olacağını heç ağlıma gətirməzdim, amma ki oldu. Çox sağ olun. Oldu. Buyurun, alqışlarla sizə yola sağlıq, amma sabah sizi burada gözləyirəm, yaxşı mı? İnşallah adamlar sözünün üstündə duran adamlar sabah bizlə mütləq bir bağlantı eləyəcəklər. Və gözünüz qapımızda olsun. Ümid qapımızdan hal-hazırda bizim gözümüzün nuru gəlir. Göz dünyasının nuru. Xəlil doktorumuz. Doktor, necəsiz? Nə var, nə yox, keyfiniz, əhvalınız? Yoxsuz? Bəli, yox. Amma onlar var. Əyləşin. Ürəyim gedirdi onun danışıq tərzindən ötürü də. O qədər belə səmimi, gözəl, içdən insanlar ki bizim bu doktorlarımız. Var olsunlar. Doktor, necəsiniz? Göz dünyamızda vəziyyət necə? Çox yaxşıdır, maşallah. Çox yaxşıdır. Haradaydınız? Nə iş görürdünüz? Ümumiyyətlə, mən 2 günü Bakıda yox idim. Hara getdiniz? Və örgənməyə, həmişəki kimi. Ay maşallah. Bax, adamlarda bu xüsusiyyətləri sevərəm. Nə olsun ki, Azərbaycanla bir adları var. Dünyanın, demək olar ki, bir çox ölkəsindən bizə müraciətlər olur. Dünənlərimdə yeri gəlmişkən, Dağıstandan bir xəstə dəvət eləmişəm, gəlir. Amin. Yəni, o biraz bilirsiniz, hər şeyə amin deyək ki, yəni, yaxşı olsun deyək. Və ümumiyyətlə, Zaur, mən üzr istəyirəm sizin işlərinizdən. Ona görə ki, mən söz vermişdim ki, xəstələrə baxacağım. Bilirəm ki, sahə böyükdür. Hal-hazırda biz xəstələri bölmüşük 2 günə. Və mən bütün siyahədə olan xəstələrə hamısına bu həftə baxacağım. Bir gününüzü həsr eləyirsiniz, zəhmət çəkirsiniz. 2 gün burada olmamısınız. Zəhmət çəkirsiniz, qəşəng 2 gününüzü həsr eləyirsiniz. Buradan göndərdiklərimizin hamısını bir sağaldırsınız, düzəldirsiniz, hər şeyini göndərirsiniz üstümüzə. İnşallah və bir tərəfdən... Mən bu verilişə eynəksiz gəlmək istəyirəm. Mən ona da sizə söz verə bilərəm. Problemsiz. Nə vaxt istəyirsiniz, gedin də. Yəni ki, bilirsiniz necə, yəni ki, bizim bəxtimiz gətirib ki... O qədər gedənlər var ki, doğrudan da həkimə qıymıram. Sözün əsl mənasında bu belədir. Mənim bir tərəfdən bəxtim gətirib ki, yəni ki, Zaur mənim baş həkimim deyil. Yəni ki, baş həkim olsa da işim lap qəliz olardı da. Allah hamd olsun, gecə evinə getməyə qoymazdım. Burada öz işçilərimizi elə eləyirəm. Deyirəm, oturursunuz axşama qədər. Saat 9-10-a işləmiş, biz işdən çıxırıq. Onu işləmiş. Mən evə gedəndə görürəm qızım yatıb artıq. İnandıram sənə ki, biz ondan tezdir biz çıxmırıq. Mən bilirəm. Bəzən elə əməliyyatlar olur ki, uzanır, nə qədər gəlir üst-üstə yığılır. Doktor, bir bülbülümüz var yanınızda. Onu bayaq siz olmayanda oxutduq biz. Bir dənə də doktorumuz üçün oxuda nə olar? Rica eləyəcəm səndən. Bir səsə qulaq asın. Hə. Ay dağlar səndə
gözüm var, ay məndə dərdə dözüm var. Ay dağlar səndəyək, gözüm var, ay məndə dərdə dözüm var. Xəbər verin yar gəlsin, ay ürəyimdən sözüm var. Xəbər verin yar gəlsin, ay ürəyimdən sözüm var. Gəl bizə, gəl bizə, gəl bizə yar, qurbanam o qaş gözüm. Bravo, teşekkür. Doktor, biri bu. Demək belə, siyah gəlir, biri bu. Yo, doğrudan bizim çox istedadlı bir balamız, gözündə bir problemləri var, ona görə gəlir. Doktor bayaqdan baxır ki, bu cürə qara gözlərin nə problemi ola bilər ki? Bu cürə şivə gözlərin nə problem? Mən hər tərəfdə görə bilmirəm, əfsuslar olsun. Yenə ki, hər halda ki... Və indi qapımızı açıram Qazaxstana. Ta Qazaxstandan sizə görə gələnimiz var. Gəlsin. Bir xatırlatmamız var, izləyirik. Akşamınız xeyir olsun, salam aleyküm. Buradan bütün Qazaxstana ateşli salamlarımız. Sağ olun, sizə minnətdaram. Sizi və sizin ekspertlərinizi, bütün tamaşaçıları salamlayıram. Mən 46 ildir Qazaxstanın Almatı şəhərində yaşayıram. Mən sizdən xahiş edirəm, mənə köməklik edin ki, Xəlil doktorun qəbuluna mən düşə bilim. O da mənim gözüm üstə. Çağırmışam doktor. Yəni üzümə elə baxmayın, eləmişəm. Bir də mənim xoşum gələn bir məqam nədir? Digər ölkələrdə yaşayan vətəndaşların Azərbaycan səhiyyəsinə inamının qayıtması, etibar etməsi, o ölkələrdə deyil də birbaşa gəlib öz vətənində, öz doktorlarına, öz səhhətlərini təslim etməsidir. Buna bizimlə sən komandası nail ola bilirsə, təbliğatını doğru dürüst apara bilirsə, nə xoş bizim halımıza. Yəni, ATV kanalının ən böyük özəlliklərindən biri doğru təbliğat. Yəni, dövlətimizi və dövlətçiliyimizi doğru təbliğ və tərənnüm etməkdir. Mən ümumiyyətlə nə demək istəyərdim ki, yəni ki, bu ayda bizə Qazaxstandan həkimlər gələcəklər və Ukraynadan, yəni ki, öyrətməyin onlara çox şey. O cəmaat oradan gəlir. Mən ömrü boyu, yəni ki, ömrü boyu ümumiyyətlə bu öyrətmə məsələsində mən həmişə qabaq olmuşam və xoşlayıram. Mən sizə bir-iki şey var, onu öyrədərəm, eləməyin belə şeylər. Adam 41 şey bilirsə, 40-ını öyrədər, birini saxlayar. Məşhurun yaxınları ortaya çıxdı. Yeni qohumlar nə iddia edirlər? İllərlə gizli qalan hansı sirrin üstü açılacaq? Tanınmış şəxsin bu məsələyə münasibəti bizimlə səndə. Bildiyiniz kimi Duz dağıdır bura. Bax, indi görüntüləri görürsünüz. Hamımız növbəti 30 ailə, hansı ki 30-cu ailə oldu. Getdik, bax bu Duz dağın doktorudur, birinci müayinələrdən keçirdir uşaqları. Keçirdəndən daha sonra isə qərar verir ki, uşaqlar neçə saat orada qalmalıdırlar. Bu üçüncü gəlişimizdir. Gəlin, xoş gəldiniz. Bura gələndə elə biləm öz evimizə gəlirəm. Elə bilə evim ora deyil, buradır. Öz evimizə xoş gəlmişsiniz. Evinizə xoş gəlmişsiniz. Burada bizdən gedən insanların o qədər xoş təəssüratları bir, ən önəmli, xoş təəssürat. İkinci, gözəl xidmət. Üçüncü və ən əsaslarından birisi də ki, müalicə məsələsi. Bu balalarımız da bu dəfə müalicəyə gəlir.
İnşallah uğurlu olar müalicəmiz. Çox xoş gəlmisiniz. Mən bizim bu balalarımıza can sağlığı arzulayıram. Burada şəfa tapıb getməklərini arzulayıram. İcazənizlə biz keçək içəri. Nuruz mənim gəlirsiniz, gəl. Buranın özünün qoxusunu almağa gəlirsiniz. Parfüm, ətir, nə bilim, bilmirəm, o dezodorantlar falanlar, onları atın bir kənara. Çünki buranın o duzun iyini qaçırtmayın. Yatdığınız yerdə də o paltarlarınızdan gələn o parfüm iyi, o duzun iyini almaqda sizə çox mane olacaqdır. Ona görə də ətirlənməyin. Bax bu nömrələrə zəng elib gəldiyiniz zaman mağaraya girəndə bir ağır yeməklər yeməyin bu mağaraya girəndə. Çünki burada həzm prosesi biraz çətin gedir, deyilmi? Zar müəllim, siz nahar yeməklərinə diqqət elədinizsə, biz orada nahar yeməyində də, şam yeməyində də adətən müalicə alanlar üçün bufedə işarəli qoyuruq. Müalicə alanlar üçün pəhriz yeməkləri. Bunları xüsusilə həkimlərimizin nəzarətində acısız, fərqli allerjik baharatlar var, baharatlarsız. Bunları hazırlatdırırıq ki, müalicə alanlarımıza ziyan olmaz. Valla mən Naxçıvana gələndə, İllahda Duzlağa gələndə hər şeyi yeyirəm. Heç aramada heç nə olmur. Özüm də allergik adamam. Onu deyim, açıq deyim. Bu gün gəlirik, bu qədər əziyyət çəkirik. Evdən, ailədən kənarda qalırıq, müalicə alırıq və evə qayıdan kimi pəhrizi pozduq. Mənim müalicəm yaxşı idi orada, burada olmadı. Mən orada özümü daha cümhur hiss edirdim, burada edə bilmirəm. Bunlar isə bu qidalanmadan qaynaqlanır. Nə qədər ki bizim deməli otelin xidmətləri var, onlardan istifadələriniz hamısı qalacağınız məbləğə daxil olacaq. Əvvəla dövlətimizin Azərbaycan turizminin inkişafına ayırdığı diqqət, ikincisi Muxtar Respublikamızın rəhbərliyinin Naxçıvan turizminə ayrıldığı diqqət və əsl həqiqətdə belə bir dəyərli sərvət dünyada çox azdır. Hər birinizə ayrı-ayrılıqda burada A-dan Z-yə zəhməti keçən hər bir insana sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olun diqqətinizə görə. Hər dəfə müalicə alanlarımızla gəlirsiniz. Əziyyətlərin bizdən də çox demək olar siz çəkirsiniz. Mən bunun şahidiyəm ki, hər həftənin şənbə bazar günü bir çox insanlarımız istirahət edir, amma siz yenə də bu xalqı. Təşəkkür edirəm. Bu da bizim borcumdur. Gördüyünüz bu yerdə palatalar var, orada yatarlar, qalarlar, dincələrlər və nəfəs alarlar. İnanın ki, bu duzun o uşaqlara o qədər xeyri olur ki, həqiqətən. Və biz çox sevinirik ki, növbəti 30-cu ailəni biz yola saldıq. İnşallah yaxın günlərdə onları qarşılayacağıq, qəbul eləyəcəyik. 10 günlük bir müalicədir. Uşaq olduqlarına görə 10 gün, hər gün ərzində 6 saat orada qalırlar. Yeməkləri, içməkləri, hər şeyləri məhz Duzdağ otelə aiddir. Sonsuz təşəkkürümü bildirirəm. Allah balalarınızı qorusun. Allah sizin balalarınızı qorusun ki, cəmaatın, elin, obanın balalarına belə yardımcı olursunuz. Çox sağ olun, təşəkkür edirik. Və birazdan bir daha söylədiyim kimi məşhurumuzun Azərbaycanda çox tanınan və bir ilkə imza atmış sənətkarın atası ilə bağlı iddialar qaldıran insan studiyamızda olacaq. İnsan deyil, insanlar. Bir neçə insan. Bunu biləsiniz. Və Qazaxıstandan gələn müəllimi salamlayırıq. Xoş gəldiniz. Allah verdi mən. Necəsiniz? Sağ olun. Mənim adım Allah verdi. Soyadım Məmmədovdur. Qazaxıstanın Almatı şəhərində 46 ildir yaşayıram. 30 il hüquq orqanlarında işləmişəm. 16 ildir pensiyadayım. Təqaüddəsiniz. Təqaüddəyəm. Deməli, 46 ildir ki, Qazaxıstanda Almatada yaşayırsınız. 46 ildir orada yaşayıram, bəli. İndi 16 ildir işləmirəm. Gözlərimlə əlaqədar sizin predərsinizə həmişə baxıram mən. Allah sizdən razı qalsın ki, səsimə səs verib. Məni doktorun icazə verirsiniz ki, doktorun yanına gəlim. Minnətdaram sizə. Buna demək, biz harada yaşamağımızdan asılı olmayaraq bir-birimizin yanında olmalıyıq, həmrəy olmalıyıq. Bu bizim dədələrimizdən qoyulmuş bir qayda. Harada yaşayırıqsa yaşayaq, həmrəy olmalıyıq. Mən doktora minnətdaram qabaqcadan ki, mənə yox demədi. Sizə də minnətdaram. Hamıza minnətdaram. Çox sağ olun, minnətdaram sizə ki, səsimə səs verib. Ötən həftə danışdıq, bu həftə uçdu gəldi adam. Görürsəniz? Ona görə ki, mən o qədər inanıram doktora ki, mənə bayaq dedim ki, ona, mənə desə ki, sizdə hər şey yaxşıdır. Görəcəksiniz artıq. Hər şey yaxşı olacaq. Bu da doktorumuzun bir özəlliyi. Bu da bizim Azərbaycan doktorlarının bir özəlliyi. Biz çox sevinirik ki, müraciət elədiniz, gəldiniz. Məndən xahiş ediblər ki, doktorumuzun telefonunu gətirin, biz
özümüz gedək onun qəbuluna. İndi doktor qəbul eləyəcək, ona görə ki, niyə eləmir ki? Ehtiyac çoxdur Orada. Xalil doktora. Əlbəttə, əlbəttə. Bir də bir şey deyim sizə, qardaş, bu Qazaxstanda bundan başqa şokolad yoxdur. Yəni elə hamı gəlir bunu gətirir. O birilər. Bir dəfə efirdən dedim ki, bunu xoşduram, elə Qazaxstandan kim gəlir, hamısı bunu gətirir. Amma bunu lap bəyəndim, bu lap gözəldir. Qazaxstan yazılıb, ona görə... Bu çox gözəldir, bu umka var ha, burada yoxdur bunlardan, bu çox qəşəngdir doğrudan. Ya bizdə bu şokoladdan yoxdur, sizdə də doktordan yoxdur. Dəyişirik bir-birimizdə. Zaur müəllim, doktor Xalil gözlərimi inşallah sağaldandan sonra yoldaşım gələcək, nə işsiz gətirəcək. Nə vaxt gəlsin yanınıza əməliyyat müayinə, nə vaxt eləyirsiniz o kişini? Tez eləyin ki, yoldaş da tez gəlsin, tək qalmasın burada. Mikrofonu götürürüzəm. Zaur, mən demişkən, mənim borcum var, yəni ki, sizin xəstələrinizin qabağında. Yəni ki, mən istərdim ki, biz müəyyən bir xəstələrə sabah görək, həmçinə bu ağsaqqalı və o cavan oğlanı və inşallah yəni ki, qalan xəstələr hansı ki, qalıb bizim siyahimizdə görəcəyik 3-cü gün səhərlər və bəlkə ola bilsin ki, yəni ki, mən bu həftə elə bu kişinin məsələsini həll edəyərəm. Çünki arvadsız tək qoymayaq kişini, yəni o xanımı da gəlsin, xanımsız qoymayaq. Baş üstə. Qadının indi orada ürəyi partlayır ki, kişi getdi. Kişi uçdu getdi. Aman Allah, hara getdi? Hara getdi görəsən? Nə zamanında verdiniz ama? Və bir Gürcüstandan Skype'ımız var, bağlanırıq Gürcüstana hal-hazırda. Alo, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun. Axşamınız xeyir, salamlayıram sizi. Xoş gördük. Tüm sizi kollektivi. Çox sağ olun Cəmil bəy. Nə var, nə yox? Yaxşıyam Elxan müəllim, biz yaxşıyıq, siz yaxşı olasınız. Borçalı mahalında vəziyyət necədir? Allah yaxşı eləsin, çox sağ olun, minnətdaram. Gürcüstanın harasından bağlandınız, hansı bölgəmizdən? Qardabani rayonundan. Aha, Qarayazı mı ora? Əvvəlki Qarayazı adım. Bəli. Qarayazı. Ya nə gözəl adlarımız var, Qarayazı torpağının. Bəli, bir Borçalı mahalının Qarayazı torpağından bağlantımız oldu. Və Elxan bəy, nə ilə Qarayazda vəziyyət nətərdir hal-hazırda, nə edirsiniz? Çox yaxşı, çox yaxşı. Əla. Hər şey yaxşıdırmı? Harda oturmuşsunuz siz elə arxa elə belə damalı, nədir ora elə? Aboydu. Aboydu. Mətbəxdə oturmuşsunuz deyəsən? Bəli. Bəs yanınızda, yörənizdə bir adamlar yoxmu? Evin cəmaatı hardadır? Burada oğlumdur, nəvəmdir. Hanı bəy, görək də, onları da görək, nə olar ki? Gəlin. Gətir görək, ekran başına gətir görək. Gəlsin. Bir salamlasınlar bizi. Burada kimləriniz var Azərbaycanda, bir qohum əqraba var mı? Yoxsa hamınız oradasınız elə? Zaur bəy var, xala uşaqları var. Aha. Nə bilim... Qohum əqrabalar var. Bəs sizin bağlanmağınızın səbəbi nədir? Qarayazından bağlanmağınızın... Səbəbi odur ki, mən dostumu, qardaşımı axtarıram. Aha. Uzun müddət axtardım, tapa bilmədim, ona görə sizə müraciət elədim ki... Kimdir dostunuz, kimdir? Mənim dostum Namazov Zakir Əskəroğlu. Namazov Zakir Əskəroğlu'nu axtarırsınız. Nəyinizdir sizin? Dostum, qardaşım. Bildim, yəni uşaqlıq dostunuzmu, əskərlik dostunuzmu, sinif yoldaşı olmuşsunuzmu? Yox, elə-belə bir şəhərdə yaşamışıq. Yoldaşlarımız tanış olub, sonradan elə ailəvi dost olmuşuq uzun müddət. Rustavi'də tanış olub. Aha. Onlar 90-cı ildə köçdülər Bakıya. Ondan sonra mən Zakir bəy gördüm 97-ci ildə, axırıncı dəfə. Ta o gündən bugünə görməmsiniz? Xeyr, 20 ildir özünü görmürəm. 20 ildir ki görmürsünüz? 27 ildir uşaqlarını, yoldaşını görmürəm. Adını, soyadını, ata adını bir daha söyləyək. Namazov Zakir Əskəroğlu. Gürcüstandan, Qarayazdan, yəni Qardabanidən hal-hazırda olan axtarış... Yox, onu bilirəm. Sizin axtarışınızı deyirəm, siz axtarırsınız. Bəli. Çox təşəkkür edirik bağlantınız üçün və bu güvəninizə görə minnətdaram, çox sağ olun.
Minnətdarıq buradan Borçalı mahalında yaşayan bütün həmvətənlərimizi salamlayırıq, öpüb bağrımıza basırıq, nə yaxşı ki varsınız deyirik. Və qısaca bir sponsorlarımızdan danışacağım, dərhal sonra isə davam eləyəcəyik. Bu qədər sponsorlarımız haqqında. Bir məşhurun yaxınları ortaya çıxdı. Yeni qohumlar nə iddia edirlər? İllərlə gizli qalan hansı sirrin üstü açılacaq? Tanınmış şəxsin bu məsələyə münasibəti bizimlə səndə. Neçə dəqiqədən sonra adam buradadır, biləsiniz. Və doktor, elə bildiniz sponsor azar keçdisə və salam, bitdi hər şey bundan. Qapımızı açırıq. Ümid qapımızı açırıq. Və... Hər iki ailəni bura dəvət eləyəcəm. Raya xanımımız var və eyni zamanda Rüfətimiz var. Gəlsin. Hoş gəldiniz. Hoş gördük. Necəsən Rüfətcan? Hoş gəldiniz. Bir də Raya xanım gəldi. Hoş gəldiniz. Necəsiniz Raya xanım? Çox sağ olun, təşəkkür eləyirəm. Raya xanım bədən tərbiyəsi müəlliməsidir. Hardan gəldiniz? Masazırdan. Masazırdan gəldiniz. Və bu nədir əlinizdə? Nədir? Nitq yazmışdınız, yoxsa nədir? Şeir. Şeirdir. Kimə yazdınız? Sizə. Baxım hələ. Buyurun. Onda gözünü əməliyyat eləyəndən sonra oxuyarsan bunu, yaxşı? Eynəksiz oxusun o şeiri. Bu şeiri saxlayacağım. Siz əməliyyat olunacaqsınız. Gözləriniz belə şahin gözü kimi görəcək. Qartal gözü kimi görəcək. Ondan sonra bu şeirinizi burada özünüz eynəksiz falansız oxuyacaqsınız. Çünki bu şeir eynəksiz oxumağa layiq. Və mən təşəkkür eləyirəm. Və xatırlayırsınızsa bizim balamız üçün onun müəllimi, gəlin bura zəhmət olmasa, müəllimi məktub yazmışdı. Hatırladınızmı? Buyurun, keçin sizdə. Gəl balam, gəl. Müəllimi məktub yazmışdı. Yazmışdı o müəllim, hansı ki öz şagirdi üçün yazmışdı. Və o qədər duyğusal yazmışdı, mən elə bildim ədəbiyyat müəllimidir, sonra bəlli oldu ki, fizika müəllimidir. Əslində fizika müəlliminin bu qədər duyğusal ola biləcək. İstedadlı olurlar ədəbiyyat sahəsində. Doğru. Mənim fizika müəllimim belə olubdu. Doğru. Və o qədər duyğusal idi. Və şagirdlə bağlı biz ətraflı burada danışmışıq, dəvət elədi doktorum. O da sizə əmanət. Və nəhayət, gözünüz qapıda olsun. Adını çəkdiyim məşhurun, atasına iddialı olan xanım studiyamıza gəlir.